xələf eləmisin. Əziz mənim sağ əlimdir. Nədir ki? Xoşum gəlmir ondan. Başa düşmədim səni. Bir şey olmayıb ki. Məmməd, ehtiyatlı ol. Məmmalı danışırsan, Həbibə. Dünən gecə yarısı hardansa qayıdırdı. İndi də yoxdur. Səncə hardadır? Əzizin o qədər işi gücü var ki. Elə buna görə narahat olursan? Yox. Təkcə buna görə yox. Bilmirəm, sən necə başa salım? Neyçinsə bu adam əvvəldən mənim heç xoşuma gəlmir. Xəbis adam oxşayır. Bir də gözlərindən görünür heyvanın quşudur. Sən də o biriləri kimi danışırsan, Həbibə. Keçmişi zabit olub deyə, indi biz ona inanmayaq. Sən onun keçmişini götürmə. Bugünündən danış. Əziz kimi yiğit adam, az-az tapılar. Mənim onun keçmişi ilə nə işim? Ancaq Məmməd, sən onunla ehtiyatlı ol. Yorulmuşsan, Həbibə. Elə hamımız yorulmuşuq. Ona görə də hər yerdə gözümüzə cin şəyatin görünür. Sabah işimiz çox olacaq. Get dincəl. Get. Gecən xeyrə qalsın. Bəhram. Hə? Əzizi görməmsən. Yox, görməmişəm.